Mən bu yaxınlarda yağış dediz bir şeyin fərqinə varmışam. Biz görürük həmişə yağış yağır. Gördüyümüz yağış yağır, bəli. Amma heç bir yağan yağış bundan qabaqki yağışa bənzəmir. Onun damcıları ya hər dəfə ya balaca olur, ya yağma tezliyi başqa olur, ya çıxartdığı səs başqa olur, ya damcılar arasındakı məsafələr fərqli olur. Eynən insan qoxusu kimi. Bəli. Bilmək istəyirəm ki, bir insanın qoxusu bir insanın qoxusuna tam olaraq bənzəyə bilər, yoxsa absurddur? Bu haqda siz nəyisə danışmaq üçün, idealı danışmaq üçün əlimdə Mən sizdən sizin fikrinizi soruşuram. Hə, yəni texniki olaraq cavab verə bilməyəcəm, amma mənim fikrimcə eyni ola bilməz. Yəni tam-tamına eyni ola bilməz. Çünki insan identik yaradılıb. Yəni hər kəs fərddir və onun bütün göstəriciləri, bütün parametrləri nə qədər bənzərsə də əslində çox identikdir. Yəni çox fərdi bir şeydir, spesifik bir şeydir. Ona görə mənim şəxsən fikrimi bilmək istəyirsə, yəni mən belə düşünürəm ki, açığı bu sualı haqqında heç düşünməmişəm. İndi siz dediniz, indi cavab yəni belə gəldi, yəni spontan deyək. Mənim fikrimcə bəli, insanın qoxusu da özü kimi individualdır. Və çox maraqlıdır ki, bir insan neçə qoxusu ola bilər? Bizim qoxumuzu, bax yenə deyirəm, mən məsələyə texniki tərəfdən yanaşıram. Bəzən onu formalaşdıran ünsürlər var. Onun qidalanması, onun xəstəliyi, onun sağlamlığı, onun həyat tərzi. Onda demək istəyirsiniz ki, xəstəliyi qoxu ilə hiss eləmək olur? Bəli. Əslində olur. Çox sadə, yəni bilirsiniz, həqiqətlər gözümüzün qabağındadır, bizim gözümüzə yanır. Çox üzr istəyirəm. Stomatoloji problemi olan insanın nəfəsindən təbii ki, onu hiss edəcəksiniz. Qoxu artıq mesajı göndərir, proses gedir. Mədəsində problem olan insanı hiss edəcəksiniz. Təbii ki, bu tam anlamı ilə bunu bilmirəm, anlamaq olarmı, olmazmı? Düşünürəm ki, olar. Amma bunun üçün zaman lazımdır, təcrübə lazımdır, burnu buna alışdırmaq lazımdır, amma kimə lazımdır da bu? Amma mümkündür. Qoxumuz bizim haqqımızda hər şey deyir. Hər şey deyir. Həyəcanın tər qoxusu başqadır, ehtirasın tər qoxusu başqadır, idman zalından gələn tər qoxusu başqadır, qorxunun başqadır. Yəni, təbii ki, tərin qoxusunu formalaşdıran müəyyən bir proseslər tər ifraz olduqdan sonra baş verir bu qoxunun yaranması. Amma daxildən gəldiyi üçün tər, hormonlar ona təsir edir bir mənalı şəkildə. Çox sadə formada bunu müşahidə edə bilərsiniz. Yəni, idman zalından gələn qoxu başqadır, insan qoxusu, amma ehtiraslanan zaman gələn başqadır və ehtiraslanan zaman gələn tər qoxusu bizə o qədər də itici gəlmir. Doğru. Şirin gəlir.